Bu gün sizinlə yumşaq, çox dadlı sosisli bulka reseptini bölüşürəm. Su və süd qarışımının üzərinə duz, şəkər tozu, quru mayanı da əlavə edib, qarışdırıb üzərini örtüb 5-10 dəqiqə saxlayıram. Ev şəraitində saxladığım ələnmiş unun üzərinə yumurta, xama, duru yağ və mayalanmış qarışımı da əlavə edib, qarışdırıb yumşaq, ələ yapışmayan bir xəmir yoğururam. Ölçüləri isə açıqlama bölümündə yazacağam. Xəmir 2 qat mayalanana qədər üzərini örtüb isti yerdə saxlayıram. Sosisləri zövqə görə 2 hissəyə bölürəm və xəmir mayalanana qədər sosisləri ev şəraitində saxlayıram. Xəmir mayalandıqdan sonra havasını çıxarıram. Kündələrə bölmürəm, çünki xəmir çox yumşaq və rahatdır. İstədiyim formanı rahatlıqla verə bilirəm. Xəmirin açıb qıraqlarını kəsib içərisinə sosis əlavə edib sümbül formasında bükürəm. 2 formada etdim və bişirmə qabına yığıb üzərini örtüb 15 dəqiqə saxlayıram. İkinci formanı isə kənarlarından kəsib arasına sosisi əlavə edib bükürəm. Bu reseptlə pizza və ətli piroqları da bişirə bilərsiniz. Çox yumşaq və dadlı alınır. Və saxladığım 15 dəqiqəlik bulkaların üzərinə yumurta çəkib, zövqə görə isə küncüb səpirəm və 250 dərəcədə istinmiş sobada bişirirəm. Bu da nəticə çox yumşaq, çox dadlı bulkalar alındı. Siz də bişirib nuş edin. Sona qədər baxdıqsa videonu bəyənib öz fikirlərinizi yazmaqda unutmayın.